mən bir məşqçi kimi, yəni valideynlərə bir müraciət eləmək istəyirəm ki, həqiqətən biraz övladlarımızı yetişdirəndə övladlarımızın öhdəliyini öz üzərimizə götürməyib. İcazə verin, uşaqlarımız öz öhdəliklərini özləri yerinə yetirsin. Paltarını özü geyinsin, ayaqqabısını özü geyinsin, yeməyini özü yesin. İmkan verin, özü eləsin. Siz onun öhdəliyini götürürsünüz və öhdəliklərini alırsınız, gələcəkdə o elə ana, ata axtarır. Bu uşaqlar üçün gələcəkdə böyük problemlər yaradır. Onu ana eləyir, bunu ata eləyir, onu ana eləyir, paltarı ana, ata, ora ata, bura ata və uşaq öz öhdəliyini yadından çıxardır. Elə hər zaman deyir ki, ana eləsin, ata eləsin. Ona görə öz övladlarımıza icazə verin, tələb eləyin ki, qoy öz öhdəliklərini özləri eləsinlər. İmkan verməyin ki, hər şeyi sizə buraxsınlar. Xahiş edirəm, buna diqqət edin və gələcəkdə uşaqlarımızın necə dəyişdiyini özünüz görəcəksiniz. Həm psixoloji olaraq, həm addım atana daha möhkəm olacaq, daha gözəl bir fərd kimi gələcəkdə yetişəcəklər. Buna isə tam əminliklə deyirəm. Özlərini rahat ifadə edə biləcəklər, özgüvənləri olacaq. Yəni, bu uşaqlar özgüvənsiz olacaqlar. Hər dəfə ana, ata axtaracaqlar. İcazə verin, qoyun öz öhdəliklərini özləri yerinə yetirsinlər. Ayaqqabısını bağlamayın, qoyun özü örgənsin, özü eləsin, paltarını özü geyinsin. Sizdən artıq da xahiş edirəm. Yəni, bu bizim uşaqlar üçün çox önəmlidir. Onların öhdəliyini xahiş edirəm. Əllərindən almayın. Sizə də aidlər, eşitdiniz? Hər şeyi özünüz edin. Özünüzə aid olan şeyləri çox xahiş edirəm hər birinizdən. Özünüz edin. Ayaqqabınızı özünüz bağlayın. Siz uşaq deyilsiniz, gələcəyin ailə başçılarısınız. Siz hər biriniz bir kişisiniz. Azərbaycan kişisiniz. Siz uşaq deyilsiniz, bəbə deyilsiniz ki, valideyn əlinizdən tutsun, paltarınızı geyinsin, mayka geyindirsin. Bunun hər birini özünüz eləməlisiniz. İşte, yəqin ki, yaxşı başa düşürsün məni.